Bu layihədə 18 məktəb çıxış edəcək. Onlar üçün çox önəmli çıxışdır. Ölkənin əsas səhnəsində onlar ilk dəfə çıxış eləyəcəklər. Xoş haldır ki, bu tədbir məhz Anar Məmmədxanovun adı ilə bağlıdır. Onun əziz xatirəsinə həsr olunub. Bu 18 məktəbin arasında fərqli gənclər var. Məqsədimiz onlara sağlam yumru ötürməkdir, düzgün formada zarafat etməyi ötürməkdir. Bakılı oğlanlar Anar Məmmədxanovun rəhbərlik etdiyi komandaya məhz məktəb QV-dən daxil oldu. Çox uşaqlarımızın əksəriyyəti tələbəlik illərindən gəlir, amma mən məktəb illərindən 160 saylı orta məktəbin şagirdi olaraq o məktəbi Anar Məmmədxanov, Simur Vanşteyn, Ənvər Mansurov, Emil Abbasov kimi uşaqlarımız bitirmişdi deyə mən komandamızın ən balaca üzvüydüm. Yaşda ən kiçiyi mən idim. Boyda da ən balacaydım. Ona görə də bugün Anarın adı ilə bağlı olan bizim əziz dostlarımız təşkil etdiyi bax bu gözəl təşəbbüsdə mən iştirak etməyə bilməzdim. Hamımızı çox istəyirəm, amma Baku TV-yə lap çox istəyirəm. Gənclər boş-boş fırlanırlar, avaçılıq edirlər. QV isə çox gözəl oyundur, dostların oyunudur, millətlərin oyunudur. Burada dost millətlər oynayır bu oyunu. Biz qərara gəldik ki, yenidən yeni komandamız olsun. Niyə də yeni gənclərimiz gedib Rusiyada yeni tarix yazmasınlar. Çünki indi Junior Liga var Rusiyada, Ukraynada, Qazaxstanda. Artıq bu uşaqlar arasında da keçirilir. Komandanızın adı nədir? 27-ci kadr. Nə üçün sırf bu ad? Çünki biz hələ bir kinoda çəkilirik. Bir dəfə bunu hər şey eləyəcək. Siz hansı komandadansınız? 147. Öz oxuduğunuz məktəbin nömrəsini qoymusunuz komandaya. Bəli. Əla. Siz necə hazırlaşmısınız? Çox yaxşı. Məncə Anar Məmmədxanov kuboku tutarıq. Udarsınız. Neçə müddətdə hazırlıq gedir? 2 ay. 2 həftə yoxsa 2 ay? 2 həftə. 2 həftə. Niyə xorla danışırsınız? Bilmirəm. Bu gözəl tədbirdə mənim Avropa liseyində oxuyan nəvəm Fərid Nağıyev iştirak edir. Dəstək göstərməyə gəlmişik. Bütün qohum əqrəba hamısı buradadır. Evdə nə tapşırdınız uşağa? Evdə tapşırmışıq ki, çox gözəl iştirak elə, utanma, çəkinmə.